rayonuna gedərkən yol kənarında Böyrək suyu deyilən bir bulaq vardı. Böyrəkdə olan daşları təmizləyir. Amma aç qarnına səhər bu sudan bol tükətmək lazımdır. Ətrafımızı təmiz saxlayaq. Deyəlim, bugün gəldilər bu əraziyə baxan adam buraları təmizlədi. Bununla iş bitmir. Mümkün qədər hər kəs təbiəti qorumalıdır. Yoxsa bax bura. Gəlib nə olsun, bu nə olsun? Bax bura atmışsın, zibilizi. Bunu səndən sonra gələnə təmiz saxlamaq lazımdır. Arxasına bax. Hayır. Çörəyi atmışsınız. Acı sosunu atmışsınız. Bunu yolda belə şüşəyi yendirir. Atasını, anasıyla uşaq zibili belə atır. O atanda demək lazımdır ki, düş, ged o zibili götür gəl. Yəni təmizliyi qorumaq lazımdır. Bax görürsünüz, baxın, tullantı qabı vardır. Nə üçün siz tullantıları bu əraziyə atırsınız? Yaxşı, bu dəfə mən yığıram. Dədirəm ki, bax, sən bu zibili buna atmaq lazım. Nə olur? Yeni, indi güyüm, tərsən ki, əlimi 5 saat xlorda qaynadın. Əlmə paket də ki, ay yiyən adam. Nə deyim? Bunu soyuq çilidir. Acı. Aha. Bu nə olsun, bu nə olsun? Mən utanıram. Ona görə ki, müəyyən qonaqlarımız olur. Xaricdən, başqa yerdən. Niyə bu? O, nə oldu burada? Bax belə, aparım atım. Bunu kimsə gəlib təmizləməlidir, özü təmizləməlidir. Görürsən, bu insanlar, bunu atanlara deyirəm, sanitar qovşağına girərkən, çıxandan sonra ananız, əzizləriniz girir, oranı təmizləyirmi? Yoxsa elə qalır?